Dost birazdan gələcək. Çox sevinirəm həm parfümlərim üçün, həm bu evi bugün təmizləyəcəyimiz üçün bayağı bir günə pozitiv başlamışam yəni. 23-ü yenə deyir köçürük. Burada yemək, su gəlmir axı kuxnaya hələ aşkım. Gərək suyu açsınlar. Yemək eləmək üçün burada gərək heç toz olmasın. Sonra mədəmizə gedər. Ona görə biraz da beklə, az qalıb. Uşaqlar baxın. Özüm üçün bir dənə belə kartof, soğan, bir də indi meyvə zad olanda, nə bilim ya əlavə bir şey çoğundurdu, başqa tərəvəzdir, çöldə qalmalı. Balkona qoyacağım özdə bunu. Necədir sizcə? Çox qəşəngdir. Evet. Məryəm, gör nə almışam Məryəm. Bunlarda neçə də almışsan? 4 dənə hələlik aldım, sonra yerə. Onu demirdim amma mən. Hə, bunundur. Hə. Sevinlə bu salfetkaları görəndə özümdən asılı deyil. Çox qəşəng. Sonra qızılı ləyən almışam orada bax. Hə, salça düzəltsə belə içində kavi, xiyar, Hə. sırf falan. Bunu da ağlına abur-cubur gəlir. Biz salat fikirləşirik, bu abur-cubur fikirləşir. Sağlam qidalan. Deyirəm başda. Başqa nədir? Hə, bu onun özünündür. Hə. Heç nə arkadaşlar. İndi gedək. Şəhriyarı buradan çıxarda bilsəm, ustalardan ayıra bilsəm, gedək marketə, gedək evə səhər yeməyi yeyək, ondan sonra gəlirik, temizlik başlıyor. Haydi bakalım. Uşaqlar, bir dənə Şəhriyar gələnə qədər o tərəfə açılır. Şəhriyar gələnə qədər bir dənə istəyirəm şkafı silim, baxım görüm necə olacaq arkadaşlar. Prosta şey eləmək üçün. Görüm bu salfetkalar bizə bəs eləyəcək. Ay Allah, Məxmirə, bu sənsən. Toza bax, ucuz. Buranı yaxşı silmək lazımdır. Bütün şkafların üçün. Çünki şkaflar yığılanda arkadaşlar yerdə olublar parçaları, belə deyim. Ustalar da istər-istəməz o yana bu yana keçəndə ayaqları ilə... Təmizləmək istəyirəm. Hə, gəl başlayaq biz. Gəl biz burada başlayaq, atı çıxarıq, təzən gələrək. Hə, məncə də. Mən bu için sizin ama. Hə, gözdən mən də gəlim köməyə.